tamaşaçılar, biznesçilər, Emanuel Lasker, Joseph Capablanca ilə baxdıq. Burada Emanuel Lasker uduzub, Joseph Capablanca isə qalib gəlmişdir. Bu oyunumuzun birinci geçi 7 7'ye başlayıb. At müdafiət farklı oynanılır. At 3, dağıcı, fil 2, burada fil atı biraz yəni qoyulmaqdadır. Əgər fili E6 oynasaydıq, burada atla vururdu. F5'e gedə bilməzdik. Rezervdə fil var. Həm də ki, vəzir də hücum edir. H3 oynayan burada həm də ki, H3'ə də gedə bilməzlər. Jepiyadası qoruduğu üçün. Burada Jepiyadası qoruduğu üçün. Piyada da hər an H3'ə görüb. J4'də bir gəlmənin də qarşısında ala bilər. Burada fil E6 oyunu. Burada da bir filin qaçandan sonra qala qoyma eləmək istəyir. D6 oyunu. Burada atları bir-birinə qoyub. Yəni hər hansı bir atın D5'e gəlib D6 piyadasını özünü məsələn qarşısını tutur. Əgər vəzir də B8'ə gəlib müdafiə eləsəydi, uzun qala qurma nəticəsində top da hücum eləyə bilərdi. Ona görə də A6 oynayıb ki, piyadası getməsin. F4'ü vəzir C7. Vəzir C7 geçişində vəzirin çıxıb uzun qala qurma da eləyə bilərdi bu vəziyyətdə. At B5. B5 oynayıb ki, burada yəni həm B4, A5, A4 kimi geçişlərindən atı burada qova bilər. Fil F3. Top B8 oynayıb. Nəysə olanda, məsələn, Y5 isə at burada olmasa, fillə artıq A8'ə hücum edirdim. At E2 fil E2. Qala qoyma. Burada at E3. At C3'ə burada A5'ə A4'ə gəlmək üçündür. Emanuel Lasker atın qaçırdığını sonra A4. Burada A4 ilə belə piyadasını oraya qoyur ki, atın B3'ə qoya bilməsin. Həm də ki, B5'dəki piyadanı da top qoyur. Top A1, top F8, top F2. Burada top C8'ə top F2 ilə həm burada atlar dəyişəndən sonra C2'yə hücum var idi. Topla bir daha da edir. Burada atın birinci Y8'ə qoyub fil H4 nəticəsində atı dəyişəndən sonra onsuz da bu fil oynamırdı burada. Fili dəyişəndən sonra atı rahat yenidən çıxartma olur ki, Y5 olsa da yəni atı 5 kimi güclükdən qaçmaq olar. At dağıtı, fil dağıtı, F5. Burada Y5 oynayıb. Bu vardı götürmək, dəyişəndən sonra burada fillə vura bilərdi. Ondan sonra top E2'ye xətt açılan filin qaçır və top harasıdır. Filin qaçandan sonra burada toplar bir yerdə hücum edib edirlər. At H5, vəzir B2, G5, F6'da burada filə hücum edib, fil məcburen geri qayıtmalıydı. Burada top bitirirdilər. Y8, bir top da 8, top da 8'ə F2 kimi geçişdə yəni dəyişə bilərdilər. Fil D5 fillə vura bilərdi. Növbət geçişdə fil J2 də oynaya bilərdi. Açıq yəni vəzirə hücum olurdu. Prosto vəzir J4'ü sıfırlamaq lazım idi. Vəzir J4 həm filə həm də ki piyadaya hücum edirdi. Əgər belə fil var idisə, onda məhsul ola bilərdi. Top D2 şahın qaçır. A3. Top C8. Top C8 fil F2. Fil F2 oynayanda burada D5'ə yoxurlar. Vəzir J4. Dəyişən qaralar top D8 oynayıb şeydən. Topa hücum edəcək, xəttə almaq istəyirlər. Dəyişəndən sonra vəzir burada B4 oynayıb.
F8-dən mat olmaq. Nədir vəzir ayıbda oynayaraq şah xətində F4 şah verirlər. Şah da qaçanda vəzir F8 yenidən A8-dən F8 verirlər. Qaçandan sonra vəzir D8 oynayır. Həm matın qarşısını kəsir, həm də ki vəzir D4 kimi gedişlər və ya atı rahat götürə bilərlər. Vəzir C3, vəzir D4-ün qarşısını kəsirdi. Vəzir D1 oynayır. At C3 oynayır. D3 dəyişdirər bizim oyunumuzu atla. Vəzir D1, C4, fil C4, atın D3 oynayır. Vəzir H1 oynayandan sonra burada vəzirin D4 qaçıb var. Şah verəndən sonra şahın üzrə qoyub. Şah verəndə at piyadəni götürüblər. Adı vəzir və daha bir axırda vəzir alıb şah H7 və beləliklə ağlar təslim olub, qaralar qalib gəlib. Yəni burada 10 piyanı axıra aparıb eləyəcək. 6-ya həm də ki vəzirin ayıb da qoya bilər. Ağ vəzir istəsə gedib piyadanın hansısa bir C4-ün 2 geçə gedib götürsə, 2 geçə götürsə, A5 gedir. Burada da hələ ki 4 dənə piyadada qalacaq. Yəni onlar rahatlıqla vəzirləri dəyişib vəzirə çıxacaq ya da ki elə birbaşa piyadanın vəzirin köməyi ilə vəzirə çıxacaq. Sağ olun, görüşənədək.